Salam, hər vaxtınız xeyir uşaqlar. Bu günləri mən sizlə istədim ki, bir çox şagirdlərin çətinlik çəkdiyi bir mövzu, mətn üzrə iş olan mövzuya baxaq. Deməli, belə çox uşaqlar çətinlik çəkir, amma bunun da açar yolları var, asan yolları var. Mən əminəm ki, bu videodan sonra bir çox çətinlikləri öhdəsindən asanlıqla gələ biləcəksiniz. İlk öncə nəyə diqqət eləmək lazımdır uşaqlar? Suallara bir dəfə göz gəzdirmək lazımdır. Necə ki, dinləmə mətnində edirik. Bəli, bunu oxu mətnində də etsəz, daha da sizin üçün asan olar. İlk sualdan başlayırsınız baxmağa. What is the passage mainly about? Mətn nə haqqındadır? Uşaqlar, mətn nə haqqındadır? %95% bunun cavabı mətnin ilk giriş hissəsində. Nədən, kimdən danışırsa, bəli, bu mətn o haqqında olur. Yox, bircə kəlmə orada nədənsə danışıqlar variantlarda yazır ki, uşaqlığından falan filan. Yəni, sırf ondan danışılırsa, bu yanlışdır. Ümumiyyətcə, kimdən danışıldı, nədən danışıldı, bu sualın cavabı orada gizlidir. Ona görə birinci sualı təhlil eləmirik artıq. İkinci sualda da bizə deyir ki, səhv olan variantları seç. Səhv olanları deyirsə, uşaqlar, bir-iki öncə biz əsas feillərin altına xətt çəkirik ki, mətni oxuyanda, bu hissəyə çatanda artıq bilərik ki, bu düzdürmü, yanlışdırmı? İkinci sual A variantı. Behbudov sang songs not only in Azerbaijan, but also in various languages. Nəinki Azərbaycanda, Azərbaycan dilində, hətta digər dillərdə də oxumuşdur. Bəli, A variantında bizim açar sözümüz olsun. Not only Azerbaijan, but also various languages. Mən indi çalışacağım bunların altından xətt çəkim, amma birəcə çətinlik olur, çünki qısa xəttlər olmur, nazikləşdirilmiş. Okay. Deməli, biz bunların altından kağızımızın altından xətt çəkib və diqqət edirik oxuyanda. B variantında Ozor Behbudov was born in Georgia. He worked at Yerevan State Philharmonia. Deməli, açar sözümüz nə oldu? Was born in Georgia. Was born in Georgia. Bir də worked at Yerevan State Philharmonia bizim yeni açar sözlərimizdir. C variantında isə deyir ki, The State Song Theatre was founded by Rashid Behbudov in 1966 and he became its solist. Açar sözümüz nədir? Açar sözümüz 1966-cı ildə Dövlət Teatrı öz solistini tapıbdır və and he became, o solist olmuşdur oranın. Bəli, bu da onun açar sözləridir. Sonra D variantında deyir ki, Rashid songs became hits worldwide, but he never performed before the Shah of Iran. Uşaqlar, bax, neverdir, onlydir, bu tipli inkar məna verən sözlər varsa, %95% yanlış olan variantımız bu olur. Yəni, nevəni gördüksə, bilin ki, %95% səhvdir. Amma yenə də işimizi qarantiyə alıb, bunun da altından xətt çəkib, mətni oxuyanda daha da diqqətli oluruq. İ variantında Arşam Malalan is based on a play by Üzeyir Hacıbəyov and brought fame to Rashid. Deməli, əsas açar sözümüzdür. Based on a play. Üzeyir brought fame, məşhurluq gətirmişdir. Bəli, açar sözlərimiz bunlardır. Üçüncü sualda bizə deyir ki, When did Rashid Behbudov move to Baku? Bax, burada isə uşaqlar, move to Baku bizim açar sözümüzdür. Bunun artıq hamısını oxumuram. Bakıya köçməyi haqqında nə vaxt köçübdür? Bu nə vaxtın cavabı birbaşa var deyə, artıq bütün cavabları mən təhlil eləmirəm və mətnin o hissəsinə çatanda artıq bunun cavabını tapmış oluram. Dördüncü sualda isə deyir ki, not given in the passage. Yəni, mətn verilməyibdir bunlar. His birthplace, doğulduğu yer. Artıq mən bildim ki, Rashid Behbudovun doğulduğu yer haraydı? Burada ikinci sualda Gürcüstan idi. Deməli, bu haqda nə idi? Məlumat var idi və bunu artıq mən çıxıram. Sonra his childhood, uşaqlığı. Bəli, uşaqlığından haqqında məlumat hələ ki eşitmədik. İşlədiyi yerlər haqqında məlumat eşitdik. Vokal qabiliyyəti haqqında eşitdik. Məşhur mahnıları haqqında da var idi. Dəqiqləşdiririk. Deməli, bizim əsasən nəzərimizdə olur hansı? His childhood, uşaqlığı haqqında olan hissəyə baxacağıq və dəqiqləşdiririk ki,
məlumat verilib yoxsa yox. İndi gəlin oxuyaq mətnimizi. Rəşid Behbudov was an extraordinary personality and one of the greatest musical talent of his country. Deməli, bizə kimdən danışdı? Ümumiyyətcə elə sualları da oxuyanda tapdıq ki, kimdən danışdı? Rəşid Behbudovdan, düzdür uşaqlar. Ona görə childhoodu çıxaram. Onun uşaqlığından danışıldı, xeyr, belə bir şey danışılmadı. Bu variantı biz ələyərik. Sonra family life, bütün, yəni paraqraf, bütün hamısı, bütün 3 paraqraf, üçü də ailə haqqında danışılmır deyə avtomatik ələyərəm. Ondan sonra D variantında popular songs in different language, müxtəlif dillərdə olan məşhur musiqilər, bunu da ələyərəm. Y variantında deməli, başrolda filmin başrol qəhrəmanı olmuşdur. Bizə də bundan danışılmaz deyə bunu da ələyərəm. Deməli, C variantımız nədir? Düzgün variantımızdır. Böyük Azərbaycanın böyük talantlı musiqiçisi. Bəli, bax, bunu düzgün variant olaraq götürürük. Sonra arxasını oxuyuruq. He was the golden voice of Azerbaijan and sang popular songs in different languages. Bəli, müxtəlif dillərdə nə oxumuşdur? Mahnılar oxumuşdur. Biz də bunu, yəni, hardaydı? False variantdaydı, səhv eləmirəmsə. Bircə dəqiqə, ikinci sualda. İkinci sualın A variantına baxın. Behbudov sang not only Azerbaijan but also various languages. Bəli, deməli bu düzüydü bizdə. Ondan sonra his songs, Lalələr, Ayrılıq, Nazəndə Sevgilim, Azərbaycan and Küçələrə Su Səpmişəm are still very famous today and sung by singers. Deməli, bu mahnıların hələ də məşhurdur, musiqiçilər tərəfindən oxunur. Belə bir mailə gəlir suallar qarşılaşmamışdıq. Behbudov was born in Tbilisi, Georgia in 1915 from 1938 to 1944. He worked at Yerevan State Philharmonia and Opera House. And in 1945, because of Tevfik Guliyev's invitation, he moved to Baku. Yes, he moved to Baku. Bizim hansı sualımız idi? Üçüncü sualımız idi. Deməli, bir də ora diqqət eləyəcəyik. Because of Tevfik Guliyev's invitation. Tevfik Guliyevin dəvətinə görə o Bakıya köçübdür. Hansı variantdır? Gəlin baxaq. A variantı, when he was married to Ceyran Behbudova, xeyr, belə bir cavab deyil. When he was invited to Baku, his yet 30s. Bəli, baxın, 30 yaşlarında, düzdür. Dəvət alıbdır Bakıya. When he wanted to act the film Aşrım Malalan, xeyr, belə bir cavab deyil idi. Oxuduğumuz cavab tam olaraq eyni olmalıdır. When he was suggested to perform for King of Ethiopia, xeyr, bu da belə cavab yox idi. When he was became very popular in Azerbaijan and Soviet Union, xeyr, bu da deyil idi. Tam olaraq cavabı sinonim sözlərlə də əvəz eləyə bilərlər bizə uşaqlar. Tam olaraq eynisi ilə də sualı ora verə bilərlər və biz onu tamamladıq. Yəni, ona görə də sinonimləri də öyrənməyimiz vacibdir. İkinci sualın da cavabını tapdıq. Birinci sualın da cavabını tapdıq. İkinci sualı hələ ki biz əliyirik. Misal üçün, Ozo Behbudov was born in Georgia. He worked at Yerevan State Philharmonia. Bəli, bunda cavab tapdıq. A-nı işarə qoymuşduq. B-ni də qoyuruq. Mətndə qarşımıza çıxdı. C-ni də qabağımıza çıxdı. Aşrım Malala. İndi keçirik arxa hissəsini oxuyaq mətnimizin. Digər cavablarını tapmaq üçün. Deməli, hardaydı? In the same year. Baxın, buradayıq. In the same year. He starred in the film Aşrım Malalan based on a play by Üzeyir Hacıbəyov. Həmin ildə o Üzeyir Hacıbəyov tərəfindən yazılmış Aşrım Malalanda əsas rol qəhrəmanı kimi oynamışdır. Bəli, deməli, bunun da cavabı Y variantı. Baxın, bəli, Y variantı da çıxdı ikinci sualdan. İkinci sualdan yeni də elədik. Elə təxminimiz düz çıxdı deyə D variantı %100% yanlış variantdır. Ondan sonra baxırıq. His role and vocal skills in this film brought him fame throughout Azerbaijan and Soviet Union. His songs became worldwide hits. He even performed before the Shah of Iran and King of Ethiopia. Deməli, baxırıq bura.
Bizə hansı sualın cavabı lazım idi? Birincini tapdıq, düzdür. İkincini də tapmışdıq. Üçüncüdə tapdıq ki, nə vaxt köçdü? Not given in the passage. Yəni mətndə cavab verilməyib. Nədən verilmədi? Doğulduğu yer verildi. İşlədiyi yerlərdən qabağımıza çıxdı. Vokal qabiliyyətlərindən danışdı. Məşhur musiqilərdən danışdı. Nədən danışmadı? Childhood, uşaqlığından danışmadı. Deməli, yanlış variantımız nədir? B variantı. Burada məlumat verilməmişdir. Bu sualın da cavabını tapdıq. Yəni, mətn üzrə işləyərkən uşaqlar, açar sözlərlə işləsəniz, sizin üçün də, misal üçün, çox uşaqlar deyir ki, mənim mətn, yəni lüğət bazam zəifdir, aşağıdır. İlk öncə hər birinizə məsləhətim odur ki, lüğət bazanızı gücləndirirsiniz. Bu həm sizin dinləmə qabiliyyətinizi, həm də oxu qabiliyyətinizi daha da yaxşılaşdıracaq. Yox, artıq gecdir, az bir zamanımız qalıb, mən hələ də yaza bilmirəm deyirsinizsə, açar sözlərdən istifadə eləyərək mətn üzrə işinizi işləyirsiniz. Yəni, asanlaşdırmışdır. Nə desəm, altından xətt çəkirsiniz, eyni ilə o sualların cavabını tapmalısınız. Ümidvaram ki, bu videomuz sizin üçün faydalı oldu. Hər hansısa bir nədəsə çətinlik çəkirsinizsə, rəy bölməsinə yazın. O hissəyə aid olan, hansısa bir mövzuya aid olan testlərin də izahını sizlər üçün verim. Bu qədər, təşəkkür edirəm.